Azərbaycan milli mətbəxində ən sevilən, hər fəsildə yeyilə bilən yeməklərdən biri olan çolpa bozartması reseptini bir dəqiqəyə öyrənəcəksən. Hansı üsulla hazırlayıramsa, o üsulu bu gün sizlərə göstərəcəm. Əmin ola bilərsən ki, bunu menyuya salmağa dəyər. Bazarda üzümüzə gülən sarı rəngli tez bişən bir dənə çolpa alırıq. Çolpanın hər bir tərəfini doğrayandan sonra, yəni sozluq olandan sonra başlayırıq pomidorla, qabığından soyub qəşəng doğramağa. Bu yeməyi əridilmiş kər yağında bişirmədinsə daha bişirmə. Birinci çolpayı duz istiot vurandan sonra hər iki üzün qəşəng qızardırıq və götürürük tavadan. Təzə kubvari formasını doğradığımız ağ soğanı da başlayırıq yağda qəşəng qızardandan sonra doğradığımız pomidorları da üzərinə əlavə edirik. Baxın, qıraqlarına qəşəng qarışdırıram ki, pomidorlar çox da əzilməsin. Xörəyi duz istiotun və kəkliyotunla vurandan sonra qızartdığımız çolpaları da üzərinə düzürəm. Üzərinə doğranmış kartoşkaları da əlavə edirəm. Yarım stəkan da su vurub qapağını qoyuram. Bayaqdan gözləyirəm ki, yemək bişsin. Yeməyimiz hazırdır. İstəyənlər əlbəttə ki,